Hər kəsə salam, kanalımıza xoş gəlmisiniz. Bu videoda mən çox dadlı, ləzzətli, plovun yanına çox gözəl yaraşan, şabalıdlı, narlı toyuq ətinin hazırlanmasını bölüşürəm. Video başlamadan öncə kanalımıza dəstək olan, videolarımızı bəyənib abunə olan hər bir kəsə çox təşəkkür edirəm. Keçək hazırlanmasına. Öncə tavaya əridilmiş kərə yağı əlavə edirəm və təmizlənmiş, doğranmış toyuq ətlərini tavanın içərisinə düzürəm. Ətlərin hər iki yüzünü biraz qızardıram. Qızardılmış toyuq ətlərini bir qabın içərisinə yığıram. İndi isə bura aypara şəklində doğranmış soğanları əlavə edirəm. Soğanları da qızılı rəng olana qədər qızardıram. Artıq soğanlarımız da qızarıb, yenidən toyuq ətlərini tavaya əlavə etdim. Ətlərin üzərindən buzluqdan çıxartdığım şabalıdları əlavə edirəm və ardından zövqə görə duz, istiot və sarı kök əlavə etdim. Ətləri yaxşı qarışdırdıqdan sonra tavanın qapağını örtüb, orta ateşdə nəzarət edərək ətlər yumşalana qədər bişirirəm. Artıq ətlər bişdikdən sonra üzərinə nar əlavə edirəm. Qapağını örtüb yenidən 2 dəqiqə gözlədirəm. 2 dəqiqə gözlətdikdən sonra artıq yeməyimiz hazırdır. Videonun əvvəlində də qeyd etdiyim kimi, bu yemək plovun yanında çox ləzzətli alınır. Və burada kənarda qazanda plov da dəmləmişəm. Plovu da adi qayda ilə qazmaqlı plov hazırlamışam. İndi isə hazır olan yeməkləri servis edib süfrəyə təqdim edirəm. Hazırlayan hər kəsə nuş olsun. Göz haqqınızı halal edin. Dəstək olduğunuz üçün hər birinizə çox təşəkkür edirəm. Sağ olun, var olun.